Esselamu aleykum. Bugün sizinlə inşallah Mədinə dərsinin 2-ci kitabının 3-cü dərsini sizə izah edəcəm. Bugünkü mövzumuz ismul təfdildir. Sifəti müqayisə və üstünlük dərəcələri haqqında danışacağıq. Deməli, biz keçmişdik ki, yəni düz Mədinə 1-də sifətin adi dərəcəsini keçmişdik. Yəni məlumat verim ki, ərəb dilində sifətin 3 dərəcəsi var. Adi dərəcə, müqayisə dərəcəsi və üstünlük dərəcəsidir. Adi dərəcə biz keçmişdik. Məsələn, yaxın, uzaq, böyük, kiçik, təmiz, çirkli, məsələn, bu sözlər keçmişdik. Yəni bunlar sifətin adi dərəcəsidir. Müqayisə dərəcəsi isə, yəni eyni bir sifətin, yəni hansı əşyaya və yaxud da nəyəsə malik olmağını müqayisə edirik. Məsələn, burada verir ki, Muhammed Həmiddən daha uzundur. Yəni burada bizim müqayisə dərəcəmiz nə oldu? Muhammedlə Həmidin, yəni hansının daha uzun olduğunu müqayisə edirik. Üstünlük dərəcəsində isə hər hansı bir əşyanın üstün olduğunu deyirik. Məsələn, və yaxud da ki, hər hansı bir adın kiminsə də əşya olsun və yaxud da insan olsun, fərqi yoxdur. Yəni üstünlüyünü bildiririk. Məsələn, misalda verdiyi kimi Muhammed sinifdə ən uzun tələbədir. Yəni Muhammedin sinifdə başqa tələbələrdən daha uzun və yaxud da ən uzun olduğunu göstərir. Yəni bu artıq bizim üstünlük dərəcəmizdir. Misallarda kimi, məsələn, asan sözün keçmişdik də sizlə səhlun. Onun üstünlüyü və yaxud da ki, müqayisə dərəcəsində fərqi yoxdur, üstünlük dərəcəsində. Yəni bu artıq əshəlu olur. Yəni bizim bu müqayisə dərəcəmiz olsun və yaxud da üstünlük dərəcəmizdə olsun, sifətimiz artıq belə deyək ki, 3 köklü əf'alu babında olacaq. Əshəlu, məsələn, daha uzun, daha asan, daha doğrusu. Məsələn, Həsənun yaxşı deməkdirsə, onun sifəti daha yüksəltmək istəyiriksə, onda əhsənu müqayisə ediriksə və yaxud da əhsanu sifətindən istifadə edirik. Məsələn, cəməlun gözəl idisə, artıq əcməlu olur. Çətin səbundursa, əsbəbu olur artıq. Biz bunların hamısını inşallah tapşırıqda götürəcəyik. Sonra bizdə nə deyir? Məsələn, bax, burada kitabda verir. Deyir, bu kitab ondan daha asandır. Bunu da deyim ki, əgər biz sifətin müqayisə dərəcəsindən danışırıqsa, yəni bir kitabla digər kitabı müqayisə ediriksə, bizdə sifətdən sonra min hərfi cəri gəlməlidir. Yəni artıq burada min hərfi cərini qoymalıyıq. Məsələn, həzəl kitabı, bu kitabı bilirik də, işarə vəznindən söz birləşməsidir. Həzəl kitabı, bu kitab, əshəlu min zəkə. Yəni əshəlu min daha asan. Daha asan. Nəydən? Yəni ondan. Oradan min zəkə, yəni ondan demək istəyir. Artıq biz burada sifətdən sonra min hərfi cərini gətirməliyik. Və yaxud da qadın cinsində burada verir. Həzihi səyyəratu, bu maşın, yəni yenə söz birləşməmizdir. Bu maşın əcməlu, daha gözəldir. Hansından? Yəni min zəlikə, yəni min tilkə, daha doğrusu ondan. Artıq maşına görə tilkə veririk. Min zəlikə. Estəğfurullah, min tilkə. Yəni artıq biz burada gördük kimi həm kişi cinsində, həm qadın cinsində diqqət eləyin. Hər sifətdən sonra min hərfi cərin veririk ki, çünki orada müqayisə dərəcəsində min hərfi cərindən biz istifadə etməliyik. Sonra bunu da qeyd edeyim ki, istəyir bizim üstünlük dərəcəmiz olsun, istəyir bizim müqayisə dərəcəmiz olsun. Bunlar artıq əfəlu babındadır. Yəni tənvin qəbul etməyən bir babda olurlar. Məmnuminət sarfdılar. Onlara heç bir zaman tənvində görə bilmərsiniz. Yəni bunlar artıq tənvin qəbul etməyən isimlər olur. İndi bu sizə izah elədim, yəni müqayisə dərəcəsinin necə olduğunu. Dedim, sifətdən sonra min hərfi cəri gəlməlidir. İndi isə üstünlük dərəcəsinə keçirik. Üstünlük dərəcəsində düzəlmə yolları var. Məsələn, 2 yolla düzəlir. Birinci, izafə yolu ilə düzəldirik. Burada da nə edirik? Məsələn, deyək ki, sifəti gətirirəm, yəni üstünlük dərəcəsində sifəti gətirirəm.
Özündən sonra gələn isim artıq necə gəlməlidir? Belə deyim ki, təkdə gəlməlidir. Həmin o isim təkdə gəlməlidir və tənvin kəsrada olmalıdır. Buna diqqət edin. Misal olaraq burada verir. Deyir ki, Bilal qəsəbəmizdə ən yaxşı qonşudur. Bilalun, yəni Bilaldan danışdığımıza görə Bilal cümlənin önünə gəlir. Sonra əfdalu, yəni daha yaxşı üstünlük veririk orada. Daha yaxşı. Artıq biz burada müqayisə etmirik. Yəni Bilalı daha üstün tutduğumuza görə əfdaldan sonra cərrin, yəni qonşu sözünü təkdə və tənvin kəsrada gətiririk. Cərrin fiil həyyənə, yəni bizim qəsəbədə. İkincidədir, Əminə məktəbdə ən yaxşı tələbədir. Əminə başda gətiririk Əminətü, çünki biz Əminədən danışdıq. Sonra Əminənin ən yaxşı tələbə olduğunu demək üçün ona sifət veririk. Yəni əfdalu, daha yaxşı, bunu gətiririk. Sonra isə Əminə qadın cinsində olduğuna görə talibətin, yenə təkdə və tənvin kəsrada veririk. Sonra isə xəbərimizi veririk. Fil mədrəsəti, yəni məktəbdə. Cəmdə də yəni həmin o formada da dəyişmir. Yenə tənvin kəsrada gəlir. Burada misallardan baxa bilərsiniz. Sonra isə burada sifətin üstünlük dərəcəsi gəlir. Üstünlük dərəcəsində artıq biz mindən istifadə etmirik. Min çünki müqayisə dərəcəsi üçün istifadə olunur. Məsələn, təkdə desək, belə desək də, Əl-Kitabu Əkbəru, artıq burada yəni ən böyük kitab desək, artıq Əkbəru gəlir. Yəni artıq görürsünüz ki, burada mindən istifadə olunmur. Çünki müqayisə etmirik. Artıq ən böyük kitab burada deyirik. Sonra ən böyük otaqlar desə, qadın cinsində Əkbəru artıq deməli Əl-Kubra olur. Yəni Kubra artıq olur. Əl-Kubra bu formada istifadə olunur. Sonra başqa nə qaydamız var? Burada deməli təmyiz qaydamız var. Təmyiz nədir? Təmyizin mənası ayıran, fərqləndirən deməkdir. Təmyiz cümlələrdə belə deyək, əsasən də sifət bölümündə gəlir bu təmyiz. Məsələn, belə deyə bilərik ki, qrammatik cəhətdən təmyiz, yəni cümlənin və ya özündən əvvəl gələn sözün aydın olmasına, yəni dəqiqləşdirmək, cümləni daha aydın şəkildə demək üçün istifadə olunur təmyizdən. Təmyizin özü də iki yerə ayrılır. Deməli, burada da verilir, böyüdün baxın, təmyizun nisbəti və yaxud da təmyizun zət. Təmyizun nisbəti nədir? Özündən əvvəl işləndiyi cümlədə elə bir ki, aydın olmayan mənanı aydınlaşdırır. Təmyiz zəti isə özündən əvvəl gələn sözü aydınlaşdırır. Burada deməli birinci növ təmyizdən danışır. Deyir, təmyiz, yəni nisbənin ən çox işləndiyi cümlələrdən biri də sifətin deyir, üstünlük və müqayisə dərəcəsində olur. Baxaq indi bura. Deyir ki, Muhammed Xaliddən daha yaxşıdır. Necə olacaq? İndi baxın, Muhammedun əhsanu min Xalidin. Burada artıq müqayisə edir. Amma biz burada desək, yəni cümlədə Muhammed Xaliddən hansı cəhətdən yaxşıdır? Məsələn, elm cəhətdən nümunədə verir. O zaman nə edirik biz? Desək, onda bu formada olacaq. Muhammedun əhsanu min Xalidin ilmən. Yəni, Muhammed Xaliddən elm cəhətdən daha yaxşıdır. Artıq gördünüz ki, burada artıq təmyiz nə rolunu oynadı burada? Cümləni daha da aydınlaşdırdı. Hansı cəhətdən, yəni Muhammed Xaliddən daha yaxşı olduğunu göstərir. Elm cəhətdən onu bu formada izah edir. Sonra nə var burada? İkinci növ təmyizimiz isə, yəni təmyiz zət nədir? Burada say və ölçü vahidlərindən sonra işlənir. Bu gün də inşallah mürəkkəb saylardan keçəcək. Mürəkkəb saylarda 11-dən 19-a qədər olan saylar əl-ədədül murakkəb. Bu formada mürəkkəb saylar. İndi gəlin bunlara baxaq bir-bir. Biz əvvəlcə tək sayları götürdük. Yəni müfrət sayları götürdük. 3-dən 10-a qədər olan saylarımızı götürdük. Sonra isə bu günlər mürəkkəb sayları götürəcək. İnşallah 11-dən 19-a qədər olan saylardır. Onluqlarımız gələn dərslərimizdə inşallah olacaq. 20-dən 90-a qədər olan onluqlar götürüləcək. Dördüncü sayımız da vav bağlacısı ilə deməli işlənən 21-dən 99-a qədər olan saylardır.
Biz 3-dən 10-a qədər olan sayları keçdik. Dedik, izafə kimi istifadə olunur. İsim qadın cinsindədirsə, say kişi cinsində olur. İsim kişi cinsindədirsə, say qadın cinsində olur. Bunu keçdik. İndi isə mürəkkəb sayları götürürük. Mürəkkəb saylarımızda, baxın, 1 və 2-ləri, 2 sayların çıxmaq şərti ilə, yəni 11 və 12 saylarına çıxmaq şərti ilə bunlar cinsdə eyni qalırlar. Yəni eyni cinsdə olurlar. Məsələn, tələbə deyək ki, kişi cinsindədir, onun sayı da yəni kişi cinsində olacaq və yaxud da tələbə qadın cinsindədir, onun sayı da qadın cinsində olacaq. Yəni bir-birlərindən bu formada uzlaşacaq. Məsələn, baxın burada talibətun kişi cinsində verir. Birinci buradakı nümunədə. Məsələn, ihdə aşərətə talibətən. Talibətən qadın cinsində olduğuna görə aşərətə onluq da yəni qadın cinsində olmalıdır. İhdə də qadın cinsində olmalıdır. Və yaxud da isnə aşərətə talibətən. Yenə tələbə qadın cinsində olduğuna görə onluğu da qadın cinsində olmalıdır. Təkliyi də yəni isnə 2 təkliyimiz də qadın cinsində olmalıdır. Amma 3-dən artıq, baxın, fikir verin, 3-dən o tərəfə gedən saylar desə bu formada olmur. Yəni, məsələn, baxın, sələsə aşərətə talibətən. Fikir verin, talibətən qadın cinsindədir və onluqla talibətən sözünü uzlaşdırırıq. Bu arada talibətən artıq burada təmzidir. Təmzidir artıq. Yəni, artıq biz nə edirik burada? Aşərətə talibətən onluq qalır talibətənlə uzlaşır, sələsə isə uzlaşmır. Yəni, onluqla isim uzlaşır, təkliyimiz isə əks cinsdə olur. Sonra ərbəə aşərətə talibətən. Məsələn, 14 tələbə. Xamsə aşərətə talibətən 15 tələbə. Bu formada davam edir. Burada kişi cinsində də yenə 1 ilə 2 uzlaşır tələbə ilə, amma 3-dən yenə bu tərəfə doğru olan, məsələn, 9-a qədər olan saylar var. Burada baxın, tisətə aşərə talibətən. Ora qədər olanda isə nə edirik? Yenə təklik, məsələn, tələbə kişi cinsindədirsə, onun təkliyin qadın cinsində veririk. Məsələn, sələsətə aşərə talibən. Artıq bu formada olur. Sonra bu dərsimizdə sıra saylarımızı öyrənəcəyik. Sıra sayları əslində asandır. Əvvəlu birinci, ulə isə, yəni o da birincidir, amma qadın cinsindədir. Baxın burada, məsələn, birinci dərs deyəndə əd-dərsul əvvəlu, birinci dərs və yaxud da əgər otaq qadın cinsində olduğuna görə biz artıq orada sayı kişi cinsində verməliyik. Əstəğfurullah, onu da qadın cinsindən verməliyik. Yəni, uzlaşmalıdırlar saylar. Əl-ğurfətul ulə. Yəni, bu formada artıq uzlaşdırırıq. İndi baxın, 11-ci dərs deyəndə əd-dərsul hədiyə aşara. Bu formada deyilir. Əl-ğurfətul hədiyyətə aşara. 11-ci, məsələn, otaq. Uzlaşırlar bir-birləri ilə. Sonra burada baxaq, bu sırada da verib, məsələn, buradan da götürüb sayları öyrənə bilərsiniz. 3-dən 10-a qədər olan sıra sayların. Buradan da şəklini götürüb, yəni işləyə bilərsiniz. Burada 11-dən 19-a qədər olan sıra sayları var. Buradan da şəklini götürüb, yəni yazıb öyrənə bilərsiniz inşallah. Bu bizim 3-cü dərsimizin qrammatik qaydası.